Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sinif idarə edilməsi mexanizmləridir. Sinif idarə edilməsi mexanizmləri dedikdə, yəni biz burada gözlənti, qayda və prosedurları öyrənirik. Belə deyim ki, əslində biz keçən dərsimizdə həm gözlənti, həm qayda, həm də prosedur haqqında çox qısa məlumat vermişdik. İndi isə bu mövzuya tam ətraflı şəkildə dərindən baxırıq. Hər birinin öz xüsusiyyəti ilə əlaqəli şəkildə öyrənirik. Baxın, bu gözlənti, qayda və prosedur hələ ibtidai siniflərdə yox, yəni ta məktəbə qədər təhsil müəssisələrində formalaşdırmalı olan bacarıqlardan biridir. Yəni necə bacarıqlardan biridir? Hər bir müəllimin şagirddən gözləntisi və şagirdlərin qaydaları bilməsi, prosedurları bilməsi və bunu əməl etməsi vacibdir. Bu ilk növbədə bayaq da qeyd etdiyim kimi məktəbə qədər təhsil müəssisələrində, ikinci olaraq isə ibtidai sinif müəllimləri bu işin üzərində mütləq çalışmalı və bunu şagirdlərdə formalaşdırmağı bacarmalıdır. Nəyə görə? Çünki baxın, belə bir anlayış var. Biz deyirik ki, şagirdlər bu qaydaları, prosedurları, vərdişləri, yəni prosedur bir müddətdən sonra vərdişə çevrilir. Bu vərdişləri və ya da gözləntiləri bilmədikdə müəyyən müddət sonra artıq 5-ci sinifdən çıxıb, 4-cü sinifdən çıxıb 5-ci sinifə keçdikdə istədikləri formada davranış sərgiləyəcəklər. Ona görə də biz deyirik ki, bunların hər biri mütləq şəkildə şagirdlərə ta hələ kiçik yaşlarından öyrədilməlidir. Baxırıq birinci gözləntilərə ki, gözləntilər nədir? Gözlənti müəllimin şagirddən gözlədiyi, belə deyək, onun davranışı haqqında, fəaliyyəti haqqında ötürdüyü bir mesajdır. Bunu necə deyirik biz? Yəni şagirdin, müəllim sadəcə burada şagirdə veriləcək heç bir cəza yoxdur. Şagirdə hər hansısa veriləcək bir, belə deyək də, bir cəza olsun və yaxud da davranış, ardıcıl davranış sərgiləməsi olsun. Bunlar deyil. Sadəcə mən bir müəllim olaraq şagirdimdən bu davranışı gözləyirəm ki, şagird bu davranışlara əməl etsin. Və bu qaydalar, şagirdlər bu gözləntilərə əməl etmədikdə gözlənti qaydaya çevrilir. Lakin gözlənti belədir ki, bu sərt deyil. Yəni qaydalar biraz sərtdir və sonunda cəza vardır, amma gözləntilər sərt deyil. Gözləntilər biraz belə deyək də, hələ yumşaq formadadır və gözləntilər şagirdlərə mütləq şəkildə müsbət dildə çatdırılmalıdır. Yəni biz şagirdlərə mənfi gözləntilər qoya bilmərik. Məsələn, şagirdə gözlənti qoymuşuq ki, tutaq ki, siz bu formada davam edəsiniz, imtahanda nəticə əldə edə bilməyəcəksiniz. Tutaq ki, 4-cü sinif monitorinqindən nəticə əldə edə bilməyəcəksiniz. Biz bunu şagirdə mənfi gözlənti kimi qoyuruqsa, şagirdin motivasiyası da düşür. Ona görə də deyirik ki, gözləntilər qoyulduqda müsbət dildə çatdırılmalıdır şagirdlərə ki, məsələn, yəni ola bilsin ki, indi belədir, amma məsələn, biz ilin sonunda daha yüksək nəticələri əldə edə bilərik. Buna görə də şagird daha çox çalışmış olur. Məsələn, gözləntiyə aid burada nümunələr verib bizə ki, hamıya hörmətlə yanaşın. Bu nə deməkdir? Məsələn, baxın, deyir ki, sakit işləyin, başqalarının rahat işləməsi üçün şərait yaradın, nəzakətli sözlərdən istifadə edin və yaxud da bir-birinizə qarşı nitq etiketlərindən istifadə edin. Məsuliyyətli olun dedikdə, məsələn, dərsə vaxtında gəlməlisiniz, sinifə girərkən bütün materialların olmasından əmin olmalısınız, bütün tapşırıqları vaxtında yerinə yetirməliyik. Məsuliyyətli olun, burada üçüncü məsuliyyətli olun səhvi şu, burada təhlükəsizlik qaydalarına əməl edin olmalıdır. Bu da belədir ki, yəni əl və ayaqlarımıza nəzarət etməliyik, məsələn, bir-birimizdən dalaşmamalıyıq, konfliktlərə yol verməməliyik və yadda saxlamaq lazımdır ki, istər gözlənti, istərsə də qayda, orada negativ deyəndə, yəni olmaz sözündən biz istifadə etmirik. Olmaz şagirdə dedikdə, məsələn, bu problem yaranır, deyir, niyə olmaz, məsələn, mən edirəm, axı olur. Yəni ona görə də şagirdə, belə deyək də, şagird düşüncəsi belədir ki, ona olmaz dedikdə, əksinə onu eləməyə çalışır. Ona görə də deyirik ki, biz olmaz sözündən istifadə etmirik. Yəni, gözlənti bildiyimiz kimi şagirdlərə aydın şəkildə çatdırılmalıdır və bu sadəcə müəllimin şagirddən hələ gözlədiyi bir davranış sərgisidir, bir fəaliyyət sərgisidir. Bunun sonunda heç bir cəza falan yoxdur. Amma qayda belədir ki, qaydanın sonunda bir cəza var. Yəni, qayda gözləntinin sərt formasıdır. Artıq şagird gözləntilərə əməl etmirsə, bunu biz qaydaya çevirməliyik ki, şagird ən azından onun sonunda cəza olduğunu bilsin. İtaət və cəza kimi yadınıza gəlirsə. Amma belə bir şey də var ki, yəni şagird sırf bunu cəza anlayışı üçün etməməlidir. Yəni, biz ancaq şagirdə
cəza anlayışını ön plana qoyaq və cəza anlayışına görə bu şagirdə belə deyək də qaydalara əməl etməsinə təşviq edək. Xeyr, əslində şagird cəza anlayışını hələ biraz geridə qoymalıdır. Sadəcə bunun həqiqətən bir qayda olduğuna və bunun mütləq əməl olunmalı olduğunu bilməlidir və buna əməl etməlidir. Bayaq da vurğuladığımız kimi qaydalarda biz neqativ sözlərdən istifadə etmirik. Olmaz sözündən istifadə etmirik. Məsələn, ən məşhur nümunəmiz, deyəsən səhv etmirəmsə keçən dərsdə bu nümunə çəkmişdim ki, biz şagirdə dəhlizdə qaçmaq olmaz demirik. Deyirik ki, dəhlizdə yerimək lazımdır. Bu kimi sözlərdə. Qaydalar şagirdlərlə bir yerdə təşkil olunmalıdır. Yəni, qaydaları müəllim təqdim edib şagirdə verməli deyil. Şagirdlə bir yerdə özü təqdim etməlidir. Məsələn, qrup qaydalarını və yaxud da sinif qaydalarını. Bunları şagirdlərlə bir yerdə tətbiq eləməlidir ki, şagird daha məsuliyyətli olsun. Yəni, müəllim özü tətbiq edib şagirdə verəndə bu biraz daha mənfi çıxır. Və belə deyək ki, ən çox verilən yanlış nədir ki, deyilən yanlış nədir ki, müəllim ilk sinifə girən kimi şagirdlərə qaydaları təqdim etməlidir. Bu da yanlışdır. Təsəvvür edin, gəlmişik ilk dəfə şagirdlərlə tanış oluq, salam. Aha, mənim bu qaydalarım var, sən bunlara əməl etməsən cəza var. Təbii ki də olmaz. Bu müəyyən müddət ərzində şagirdlərə çatdırılacaq bir işdir. Məsələn, qaydalara aid bizə deyir ki, burada qaydalar, yəni şagirdlərin əməl etməli olduqları gözlənilir və müsbət nəticədir ki, şagird bu davranışa yəni bu davranışa əməl edəcək, mənfi nəticədə isə qaydaları pozduqda bilir ki, onu hansı nəticələr gözləyir. Yəni qaydaları şagird pozduqda onu belə deyək də bir cəzanın olduğunu bilir. Qaydaların sayı 3-5 dənədir. Gözlənti istənilən sayda qoyula bilər. Yəni biz istənilən sayda gözlənti qoya bilərik şagirdlərə, amma qaydaların sayı 3-5 olmalıdır. Ondan artıq qayda təşkil olunmur. Daha sonra prosedurlar. Prosedurlar isə şagirdin sərgilədiyi bir davranış ardıcıllığıdır. Məsələn, burada şəkillərdə gördüyümüz kimi görürük. Məsələn, mağazada insanlar ardıcıl şəkildə düzülüb və yaxud da hava limanında ardıcıl şəkildə düzülüb. Məsələn, bu olmasa, belə bir növbə hər gün konflikt yaranar, hər gün hər hansısa bir düz indi də hal-hazırda olur, amma ki, yəni biraz qarşısı alınmış hesab olunur. Prosedurlar belədir ki, bayaq da qeyd etdiyimiz kimi şagirdin sərgilədiyi davranış ardıcıllığıdır. Yəni burada bir ardıcıllıq var artıq. Məsələn, biz şagirdə dərsə gecikmək bir proseduru qoya bilərik ki, tutaq dərsə gecikəndə şagird sakitcə sinifə daxil ol, yerinə əyləş, lazım olan materialları çıxar və dərsə qoşul, dərsi dinlə. Bir var ki, şagird sinifə girsin, biz başlayaq hardaydın, niyə gecikmisən, dərsimizin bir 10-15 dəqiqəsi geçsin. Bir də var ki, sakit şagird sinifə daxil olur, bunu əməl edir və biz tənəffüsdə bunun haqqında maraqlana bilərik. Və yaxud da prosedur olaraq deyə bilərik ki, şagird sual vermək istəyəndə sakitcə əlini qaldıra bilər. Hətta biz şəhadət barmağını qaldırmalı deyək ki, şəhadət barmağını qaldıra bilər və müəllimin diqqəti ona yönəlinə qədər gözləməlidir. Yəni müəllim, mən deyim deyə bir şey yoxdur. Və ya müəllim mən olar sual verim, yəni müəllimin sözünü kəsmək bu kimi hallara yol verilməzdir. Yəni əgər sual vermək istəyirsə şagirdlərdən bu zaman sakitcə əl qaldırmalıdır. Müəllimin ona diqqətinin yönlənilməsini gözlənilməlidir və daha sonra isə müəllim ona artıq icazə verdikdə sualını verə bilər. Yəni bu davranış ardıcılığı, bu davranış sərgilənməsi şagirdlərə mütləq şəkildə lazımdır. Ya da iş sferələrini bir-birinə ötürmək var, dəhlizdə hərəkət edəndə var prosedurlar. Eyni zamanda məsələn evə gedəndə deyirik ki, sakitcə yox. Məsələn deyirik ki, lazım olan materialları götür, heç bir əşyanın qalmadığına əmin ol. Sakitcə sinifi tərk et, dəhlizdə məsələn yeriyirik. Dəhlizdə yeriyərək gedirək. Məsələn, bu tipli prosedurlar eləmək olar və deyirik ki, prosedurlar vərdişə çevrilir bir müddətdən sonra. Əgər şagird istər qayda, istər gözlənti, istərsə əsas da prosedura əməl etmirsə, deməli müəllim belə deyək də günahkar müəllimdir. Nə üçün müəllimdir? Çünki deməli müəllim onu şagirdlər üzərində məşq elətdirməyib, şagirdlərə qarşı israrlı olmayıb. Elə yaxşı eləmir, yəni üzlərindən keçib. Amma bu formada etmək olmaz. Mütləq şəkildə müəllim bayaq da qeyd etdiyimiz kimi israrlı olmalıdır bu davranışların yerinə yetirilməsi üçün. Daha sonra deyirik ki, prosedurlar şagirdlərə necə öyrədilməlidir? Yəni müəllim bayaq da dediyimiz kimi ətraflı şəkildə bunu anlaşılır dildə öyrətməlidir. Şagirdə necə riayət olduğunu izah etməlidir, aydın şəkildə çatdırmalıdır, vaxt sərf etməlidir buna. Yəni şagirdlər bunu təşviq etməlidir, israrlı olmalıdır. Prosedurların öyrədilməsində bizə deyir 3 addım var. Bunlar öyrət, məşq et və möhkəmləndirdik ki, birinci şagirdlərə öyrədirik, sonra onu məşq etdiririk, ən sonda isə möhkəmləndiririk. Möhkəmləndirmə olmadıqda artıq vərdişə çevrilmir. Daha sonra sinif konfliktlərinin həll edilməsi var ki, bunlardan birincisi deyirik sinif iclasları keçirilməlidir. Sinif iclasları təşkil olunan zaman bura bütün şagirdlər yığılır və
hansı şagirdlər arasında konflikt baş veribsə, onların hər birinə söz vermək lazımdır ki, öz fikirlərini bildirsinlər və burada müəllim diqqətli olmalıdır ki, bir şagirdin tərəfini tutmaq olmaz ki, o elə etməz, bu bunu etməz. Bəlkə yanlışa yol verirsən. Axı məsələn tutaq ki, Zeynəb onu etməz. Bəlkə nə bilim filan kəs eləyib. Yəni bu kimi hallara yol vermək olmaz. Yəni müəllim bir tərəf olmalıdır. Mütləq şəkildə heç birinin tərəfini tutmamalıdır. Yəni hər ikisi səhv eləyə bilər və yaxud da hər ikisi düz ola bilər. Ona görə də heç vaxt müəllim birinin tərəfini tutsun, digəri qalsın olmur. İkincisi isə ortaq dəyərlərdir ki, bu məsələn bir-birimizdən bayaq qeyd etdiyimiz kimi ünsiyyətlə olan ortaq dəyərlərimiz ola bilər. Qrup işi ilə bağlı ünsiyyət, müəllimlə münasibətli ünsiyyət qaydalarımız, ortaq dəyərlərimiz ola bilər ki, budur. Və xüsusi müəllim strategiyaları var. Burada iki cür yanaşma var. Buna diqqət yetirir ki, bu düşür. Biri proaktiv yanaşmadır, biri reaktiv. Adətən müəllimlər səhv salır ki, reaktiv yanaşma daha yaxşıdır. Yəni yadda saxlamaq lazımdır ki, reaktiv yanaşmada ani moment, yəni ani vəziyyətdə müəllim cavab tədbiri verir şagirdlərə, amma proaktivdə isə əvvəlcədən müəllimin tutaq ki, şagird hər hansı bir davranış pozuntusu sərgiləyib, bu zaman konflikt yarandıqda bu zaman cavab tədbiri olaraq ani neyniyəcək, nə bilim, və yaxud da sinifdə şagirdlər danışırlar, ani neyniyəcək, əlini stolun üstünə vuracaq, qışqıracaq, sakit olun deyəcək. Bu proaktiv, reaktiv yanaşmadır, üzr istəyirəm, reaktiv yanaşmadır. Çünki əvvəlcədən heç bir qaydası yoxdur, heç bir proseduru yoxdur, heç bir gözləntisi yoxdur şagirdlərdən və hadisə olan anda ona müdaxilə etməyə çalışır. Amma proaktiv yanaşma isə əvvəlcədən müəllimin qaydası var, proseduru var, şagird bilir ki, sinifdə səslənmək olmaz. Əgər səs salırsa da bu zaman əvvəlcədən onun təşkil etdiyi qayda və prosedurlar var ki, bunlar şagirdlərə xatırladılmalıdır və şagirdlər bunu sonda nə gözlədiyini də bilməlidir. Yəni proaktiv yanaşma əvvəlcədən bizim qaydalarımız var, amma reaktivdə yoxdur. Daha sonra gəlir buzqıran strategiyalar isə bu isə şagirdlərin bir-birini tanımağa, eyni zamanda müəllimin də şagirdləri tanımasına kömək olur. Bunlardan baxın deyir bizə sevdiyin aforizm yaz, sənin keçmişini, indini, gələcəyini təsvir edən 3 söz yaz. Məsələn, özümüzə aid olan unikal xüsusiyyətini, özümüzə məxsus xüsusiyyətlərimizi qeyd edirik. Və yaxud da məsələn belə deyək də fərqli bir suallar, eyni zamanda tor strategiyası, müxtəlif üsullardan istifadə edərək biz şagirdlərimiz haqqında məlumat toplaya bilərik ki, bu da şagirdlərin bizim tanımağımıza kömək olur. Bu qədər müəllimlər. Növbəti dərs sinif otağının öyrətmə və öyrənmə mühitinin funksiyasıdır. Bu çox da düşməyən bir sualdır. İndi görək, əgər vacib olarsa bunu da inşallah izahını növbəti dərsdə sizin üçün paylaşacağam.